Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 1-ci hissə, səhifə 100, 101 və 102-nin çalışma həllərinə baxacaq. Birinci çalışmada boş xanalara uyğun ədədləri müəyyən edin. Mənfi 2-ni vurmaq lazımdır, mənfi 5-ə. 2 mənfi ədəddə vuranda hasili müsbət ədəd edir. Deməli, bura yazdıq 10. Daha sonra 10-u bölmək lazımdır mənfi 1-ə. 10-u mənfi 1-ə böləndə mənfi 10 edir. Buraya yazdıq mənfi 10. Mənfi 10-u vurmaq lazımdır mənfi 3-ün kvadratına. Mənfi 3-ün kvadratı bilirik ki, müsbət 9 edir. Mənfi 10 da müsbət 9-a vuranda mənfi 90. Buraya yazıldı mənfi 90. Mənfi 90-ı bölürük 3-ə. Cavabımız eləyir mənfi 30. Mənfi 30 yazdıq. Daha sonra mənfi 30-un üstünə mənfi 8-i gəlirik. 2 mənfi ədəd toplayanda mənfi edir. Və buraya yazıldı mənfi 38. İndi, baxın bu birinci idi. İndi ikinci sıranın hesablanmasına baxaq. İkinci sıranın hesablanması, biz burada görürük ki, ədəd yoxdur. Deməli yazıram x çıxılsın mənfi 1-in üstündə 5 bərabərdir nə olmalıdır? Burada boş xanadır. Boş xananı mənfi 2-yə vurublar, 14 alıblar. Deməli, bax, buradakı biz boş xananı tapa bilərik əvvəl. Oranı tapsaq, yəni hansısa bir x-i vurublar. X yox, y yazaq buna. Y-i vurublar mənfi 2-yə bərabər 14 alıblar. Y-i taparkən 14-ü bölürük mənfi 2-yə. Cavabımız edir mənfi 7. Yəni, bura olacaq mənfi 7. Mənfi 7-ni tapdığımıza görə, deməli, artıq burada x yazmışıq. X çıxılsın mənfi 1-in üstündə 5 bərabərdir mənfi 7 yazmalıyım ki, bunu həll edə bilim. X çıxılsın, mənfinin üstündə tək dərəcə var. Yenə bizə mənfi verir. Mənfi 1 bərabər mənfi 7-yə. 2 mənfi bizə müsbət verəcək. Yəni, azalan üzərinə çıxılan əksini gəldirəm. X-i taparkən x burada toplanandı. Cəmdən digər toplananı çıxarım. Bu deyilər mənfi 8. Deməli, bura olmalıdır mənfi 8. Daha sonra indi bu boş xana qaldı. Bu boş xananı tapmaq üçün də 14-ün üzərinə gəlirəm mənfi 2-nin kubu. 14 üzərinə gəlsin. Mənfi 2-ni 3 dəfə öz-özünə vuranda tək dərəcə olduğuna görə bizə mənfi 8 verməlidir. 14-ün üstünə mənfi 8 gələndə eləyəcək 6. Deməli, buraya yazılacaq 6. Daha sonra 6-nı vurublar mənfi 6-ya mənfi 36 eləyib. Mənfi 36-dan da çıxıblar 2-ni mənfi 38 eləyib. Yəni, bunlarda artıq boş xana yoxdur. Yəni, cavablarını hesablayanda da görürük ki, hər ikisində mənfi 38-ə gəlib çıxır cavablar. İkinci çalışmaya keçək. Cədvəli tamamlayın. X-in qiyməti var 5-dir. O zaman 2x bərabər olacaq. 2 vurulsun 5, 10. Buraya yazılacaq 10. Daha sonra x-in qiyməti mənfi 3-dür. 2x bərabər olacaq. 2 vurulsun mənfi 3. Buraya yazılacaq mənfi 6. Sonra bunu tapaq. 2x bərabərdir. 2 vurulsun mənfi 18. 2-ni mənfi 18-ə vurunda mənfi 36. Baxın, buraya yazılmalıdır mənfi 36. İndi 2x bərabər mənfi 16 yuxarıları tapmaq üçün 2x-in qiyməti mənfi 16-dırsa, x nəyə bərabər olar? Mənfi 16-nı bölərəm 2-yə. X eləyir mənfi 8. Deməli, buraya yazılacaq mənfi 8. Daha sonra 2x bərabərdir. Burada da mənfi 98-dir. X-i taparkən mənfi 98 2-yə bölünür. X bərabər olur mənfi 49-a. Buraya yazılır mənfi 49. Bu 2-nin A bəndinin həlləri idi. 2-nin keçək B bəndinə. Əvvəl mənfi 3, mənfi 4 və mənfi 12-ni hesablayaq. X üstənə gəlsin 6 bərabərdir. X-in qiyməti mənfi 3 olsa, mənfi 3-ün üstünə 6 gələndə müsbət 3 eləyər. Buraya yazıldı 3. X üstə gəl 6 bərabərdir. X-in qiyməti mənfi 4, üstünə 6 gəlirəm 2. Bura 2 yazılacaq. X üstə gəl 6 bərabərdir. Mənfi 12-dirsə, x-in qiyməti mənfi 13-ün üstünə 6 gələndə mənfi
6 eləyər. Burada yazıldı mənfi 6. Bunları tapdıq. İndi biz mənfi 10, 2 və 0 verilən qiymətlərdə x-in qiymətini tapaq. Yəni x üstəgəlsin 6 bərabər mənfi 10-dursa, biz x-i taparkən mənfi 10-dan çıxırıq 6-nı. X bərabər olur mənfi 16-ya. Daha sonra x üzərinə gəl 6 bərabərdir 2. X-i taparkən 2-dən 6-nı çıxıram. 2-dən 6-nı çıxanda mənfi 4 eləyər. Və 0 verib. X üstə gəl 6 bərabər 0. X-i taparkən 0-dan 6-nı çıxıram. 0-dan 6-nı çıxanda da mənfi 6. Yəni, buraya yazılmalıdır mənfi 6. İkinci çalışmanın B bəndinin həlli. Keçək üçüncü çalışmaya. Üçüncü çalışma deyir ki, n bərabərdir 2, n bərabərdir 3 olduqda müqayisə edin hər birini. Müqayisə etməliyik. Yazaq əvvəl n bərabərdir 2 olsa. Mənfi 3-ün üstündə 2 və mənfi 5-in üstündə 2. Bunları hesablayıb müqayisə etmək lazımdır. Bunun cavabını aşağıdan yazıram. Mənfi 3-ün kvadratı bizə verir müsbət 9. Qarşıdakı mənfiyə görə mənfi 9 oldu. Mənfi 5-in kvadratı isə bizə verir müsbət 25. 25 9-dan böyük olduğuna görə bu tərəf böyük olacaq. İndi n bərabərdir 3 qiymətini verib hesablayaq. Birinci üçün. 3-ün birincisini yazaq bunu. Mənfi 3-ün üstündə 3 və mənfi 5-in üstündə 3. Tək dərəcədə mənfinin üstündə bu bizə mənfi bir ədəd verir. Yəni mənfi 3-ü 3 dəfə öz-özünə vuranda mənfi 27 eləyər. 2 mənfi bizə bir dənə müsbət verir. Bunu bildik. Bu da yenə mənfinin üstündə tək qüvvətdir. Qüvvətlə dərəcə x də eyni mənaya gəlirlər. Və mənfi 5-i 3 dəfə öz-özünə vuranda mənfi 125 eləyər. Müsbətdir, bu isə mənfidir. Müsbət ədəd mənfi ədəddən istənilən halda böyükdür. İndi keçək 3-ün digər bəndlərini hesablamağa. 3-ün ikincisində n bərabərdir 2 olanda bunu hesablayırıq. Mənfi 4-ün üstündə 2, 6-ın üstündə 2. Mənfi 4-ü mənfi 4-ə vuranda müsbət 16 eləyər. 6-nı 6-ya vuranda isə 36 eləyər. 36 16-dan böyükdür. İndi n bərabərdir 3 olanda hesablayaq. Mənfi 4-ün üstündə 3 və 6-ın üstündə 3. Mənfi 4-ü 3 dəfə öz-özünə vuranda mənfi 64 eləyər. 6-nı isə 3 dəfə öz-özünə vuranda müsbət 216. Təbii ki, müsbət ədəd mənfi ədəddən böyük olduğuna görə 6-ın üstündə 3, mənfi 4-ün üstündə 3-dən böyük olacaq. Keçək üçüncüyə. 3-ün üçüncüsü. N bərabərdir 2 olanda 3-ün üstündə 2, mənfi 1-in üstündə 2. 3-ün üstə 2 bizə 9 verir. 3 3-ə vuranda 9 eləyər. Mənfi 1-in kvadratı isə bizə müsbət 1 verir. Çünki mənfi 1-i mənfi 1-ə vuranda müsbət 1 eləyər. Təbii ki, 9 1-dən böyük olacaq. İndi n bərabərdir 3-ü hesablayaq. 3-ün üstündə 3 və mənfi 1-in üstündə 3. 3-ü 3 dəfə öz-özünə vuranda, burada ox qoyub aşağıda hesablamasını yazıram. Siz əlavə yerdən də hesablamanı yaza bilərsiniz, fərqi yoxdur. 3-ü 3 dəfə öz-özünə vuranda 27 eləyər. Mənfi 1 isə 3 dəfə öz-özünə vuranda mənfi ədədin üstünə tək qüvvətli mənfi bir ədəd verməlidir bizə, mənfi 1. 27 təbii ki, mənfi 1-dən böyükdür. O zaman 3-ün üstə 3 mənfi 1-in üstünə 3-dən böyük olacaq. Keçək 3-ün dördüncüsünə. N bərabərdir 2 olanda, bax bu bəndi yazırıq. Mənfi 2-nin üstündə 2. Burada isə mənfi 6-ın üstündə 2. Bunu hesablayaq. Qarşıdakı mənfi var burada. Qarşıda mənfi olduğuna görə bu bizə mənfi bir ədəd verir. Yəni 2-ni 2-yə vururam. 2-ni kvadrata yüksəldirəm 4. Qarşıdakı mənfiyə görə mənfi 4 yazırıq. Burada isə mənfi 6-nın kvadratı bizə müsbət 36 verir. Qarşıdakı mənfiyə görə mənfi 36 olur. Təbii ki, mənfi 4 mənfi 36-dan böyükdür. Çünki daha sağda yerləşir. İndi n bərabərdir 3 olanda hesablayaq. Mənfi 2-nin kubu, mənfi 6-nın kubu. Mənfi 2-nin kubu yenə bizə mənfi bir ədəd verir. 2-ni 3 dəfə öz-özünə vuranda 8 eləyər. Qarşıdakı mənfiyə görə mənfi 8.
Mənfi 6-nı 3 dəfə öz-özünə vuranda mənfi 216 ilə, çünki mənfinin üstünə tək qüvvətdir. Mənfi 216-dırsa, qarşıdakı mənfiyə görə də 2 mənfi bir-birini müsbətə çevirir. Müsbət 216 olar. O zaman 216 mənfi 8-dən böyükdür və bu tərəfi də böyük götürürük. Mənfi və mənfi 6-nın üstünə 3, mənfi 2-nin üstünə, mənfi 2-nin üstü 3-dən daha böyük olacaq. Keçək 4-cü çalışmaya. Verilən ədədlər arasından elə ikisini seçin ki, A bəndi cəmi ən böyük olsun. Cəmi ən böyükdirsə biz buradan müsbətlər seçməliyik. 15 ən böyük və ondan kiçik 5-dir. Deməli 15 və 5 olacaq. Cəmi oldu 20. B bəndində fərqi ən kiçik olsun. Fərqi ən kiçik deyirsə, deməli biz mənfilərdən ən kiçiyini seçməliyik. Mənfilərdən ən kiçiyi mənfi 60-dır. Çıxılsın. Müsbətlərdən də ən böyüyünü seçməliyik. Müsbətin ən böyükü 15-dir. Mənfi 60 çıxılsın 15-də bizi verdi mənfi 75. Fərqi ən kiçik mənfi 75 oldu. C bəndində hasili ən kiçik olsun. Yenə hasilin ən kiçik olması üçün bir dənə mənfi, bir dənə müsbət seçməliyik. Müsbətlərdən ən böyüyü 15, mənfilərdən ən kiçik isə mənfi 60-ı seçməliyəm ki, hasilimiz ən kiçik olsun. Buna cavab edir mənfi 900. D bəndində qisməti ən böyük olsun. Qismətin ən böyük olması üçün ya ikisi də müsbət olmalıdır, ya da ikisi də mənfi olmalıdır. Müsbətlərdən baxsam 15 və 5-dir. 15-i 5-ə böləndə 3 eləyər. 15-i 4-ə böləndə isə 3 dam və kəsir hissə alınır. Amma mənfilərə baxaq. Mənfi 60 və mənfi 2. Mənfi 60-ı mənfi 2-yə böləndə 30 alınır. Bu daha böyükdür. O zaman mənfi 60 və mənfi 2-ni götürək. Böləndə eləyəcək 30. Digərlərini böləndə isə daha kiçik ədədlər alınır. Bu da oldu 4-cü çalışmanın həlləri. Keçək 5-ci çalışmaya. Bütün tam ədədlər üçün doğru olan fikirləri müəyyən edin. Birincidə A bəndində tam ədəd ya mənfi ya da müsbət ola bilər. Xeyr, tam ədədlər Z hərfi ilə işarə olunur və plus minus 1, plus minus 2, plus minus 3, 0 və s. Yəni burada 0 da var. Ona görə bu doğru deyil. 0 olduğu üçün doğru deyil. Çünki ya mənfi ya da müsbət yox. İçərisində 0 da yerləşər. Yazırıq doğru deyil. Çünki içində 0 da var. B bəndinə baxaq. B bəndi nəsə deyir ki, 2 mənfi tam ədədin hasili müsbət tam ədədə bərabərdir. Bəli, bu doğrudur. Nümunəsini göstərəcəm. Məsələn, mənfi 2 vurulsun mənfi 7, ikisi də mənfidir. Bir-birinə vuranda müsbət 14 eləyəcək. Bu fikir həmişə doğru fikirdir. Keçək 6-cı çalışmaya. 6-cı çalışmada bizə tənliklər verib. A bəndində. X üzərinə gəlsin mənfi 3 bərabər mənfi 18. X burada toplanandır. Toplananı taparkən cəmlə digər toplananı çıxıram. Hasil, daha doğrusu azalan üzərinə çıxılan əksini gəlirəm. 18-in üzərinə, mənfi 18-in üzərinə gəldim 3-ü, cavabımız edir mənfi 15. B bəndində. Y bölü 2 bərabər mənfi 20. Y burada bölünəndir. Bölünəni taparkən qisməti bölənə vurmaq lazımdır. Cavabımız eləyir mənfi 40. C bəndi. X çıxılsın mənfi 6 bərabər mənfi 22. X burada azalandır. Azalanı taparkən fərqin üzərinə çıxılanı gəlmək lazımdır. Mənfi 6-nı gəlmək lazımdır. 2 mənfini toplayanda bizə mənfi verir. Mənfi 28. D bəndi. Mənfi 4 y bərabər 0. Y burada vuruğudur. Vuruğu taparkən hasil digər vuruğa bölünür. 0 böləndə mənfi 4-ə cavabımız eləyəcək 0. Və keçək 6-nın digər bəndlərinə. E bəndi. Mənfi 15 çıxılsın 2x bərabər mənfi 27-yə. 2x buradan çıxılandı. Çıxılanı taparkən azalandan fərqi çıxıram. 2x bərabərdir. Mənfi 15 üzərinə gəlsin 27. Mənfi 15-in üzərinə 27 gələndə cavabımız 12 eləyir. X indi burada vuruğudur. Vuruğu taparkən hasil digər vuruğa bölünür. 12-ni 2-yə böləndə 6. F bəndi. Mənfi 7y üzərinə gəl 14 bərabər 28-ə. Mənfi 7y burada toplanandır. Toplananı taparkən cəmdən digər toplananı çıxırıq.
eləyir 14. Y isə burada vuruğudur. Vuruğu taparkən hasili digər vuruğa bölürük. Cavabımız elədi -2. Keçək C bəndinə. 4 vurulsun x üzərinə gəl -6 bərabər 20-yə. Burada baxın bu ifadə vuruqdur, bu da vuruqdur. Vuruğu tapmaq üçün, yəni x üstərinə gəl -6-nı tapmaq üçün hasil digər vuruğa bölünür. X üstə gəl -6 bərabər 5-ə. İndi x burada toplanır. Toplananı tapmaq üçün cəmdən digər toplananı çıxıram. X bərabər 5 üstə gəlsin 6. Azalan üzərinə çıxılan əksini gəldim. Cavabımız eləyəcək 11. Və sonuncu H bəndi. Y üzərinə gəl 8y bərabər -72-yə. Y ilə 8y toplayanda 9y eləyər. -72-yə bərabərdir. Y burada vuruğudur. Vuruğu taparkən hasili digər vuruğa bölürəm. Cavabımız eləyəcək -8. 6-cı çalışmanın həlləri bitdi. 7-ci çalışmada bizə deyir ki, dəyişənə 0, mənfi və müsbət qiymət verməklə bərabərliyi hər 3 hal üçün yoxlayın. Hansı halda doğru, hansı halda doğru olmadığını müəyyənləşdirin. A bəndini təyin edin. Əvvəl 0. D bərabərdir 0 verək. Mənfi modulda 0 böyükdür yazıblar modulda 0-dan. 0-ın işarəsi təyin olunmayıb. Yəni modulda 0-dan 0 çıxır. Qarşıdakı mənfiyə görə biz yenə də buna 0 yazacağıq. Çünki 0-ın işarəsi yoxdur da. Yəni mənfi və müsbəti yoxdur. Modulda 0-dan yenə 0 çıxır. 0 0-a bərabərdir. Axı bizə burada böyük verib. Burada isə əslində biz bərabər olduğunu aldıq. Deməli doğru deyil. İkinci halda buraya yazaq birinci hal. İkinci halda mənfi. D kiçikdir 0. D-yə bərabərdir mənfi 1 qiymətini verək. Mənfi modulda mənfi 1 böyükdür mənfi 1. Bax A bəndi üçün yazıram hələ ki. Modulda mənfi 1-dən müsbət 1 çıxır. Qarşıdakı mənfiyə görə mənfi 1 alınır. Modulda mənfi 1-dən yenə müsbət 1 çıxır. Və 1 mənfi 1-dən böyükdür. Yenə də eyni alınmadı. Bax, bizdə əslində burada böyük vermişdi. Biz isə kiçik aldıq. Yazırıq doğru deyil. Doğru deyil. İndi üçüncü halı yoxlayaq. Üçüncü halda D böyükdür 0 halını yoxlayaq. D-yə bir dənə müsbət qiymət verək, 1 qiymət verək. Yazıblar mənfi modulda 1 böyük olmalıdır 1-dən. Burada modulda 1-dən ilə 1 çıxır. Qarşıdakı mənfiyə görə mənfi 1 yazılır. 1-dən ilə moduldan 1 çıxır. Təbii ki, 1 mənfi 1-dən daha böyükdür. Yenə də işarə uyğun gəlmədi. Bu da olacaq, doğru deyil. AB7-nin A bəndində nə mənfi, nə müsbət, nə də 0 olanda doğru olmur. Keçək indi 7-nin B bəndini yoxlayaq. 7-nin B-sində. Birinci hal yazaq, 0 halı. D A bərabərdir 0 yazaq. Bizə verib ki, 0 kiçik bərabərdir modulda 0. 0-dan elə 0 olaraq qalır bu. Modulda 0-dan 0 çıxır. Və burada kiçik bərabər olduğuna görə 0 0 həm də bərabər olduğuna görə deyirik ki, doğrudur. Təkcə 0 0-dan kiçik olsaydı doğru olmayacaq. Amma bərabər işarəsinə görə doğru götürürük. İkinci halda götürək mənfi. A kiçikdir 0. A-ya verək mənfi 1 qiymətini. Mənfi 1 kiçik bərabərdir. B bəndini yazıram. Modulda mənfi 1-dən. Mənfi 1 kiçik bərabərdir. Modulda mənfi 1-dən də çıxır. Müsbət 1. Həqiqətən də 1 qiyməti mənfi 1-dən böyükdür. Deməli bu da doğrudur. Doğrudur. Üçüncü hala da baxaq. Üçüncü halda bir dənə müsbət qiymətini götürək. A bərabərdir. Götürək. A böyükdür 0 yazaq. A bərabərdir. Götürək. Müsbət 1. 1 kiçik bərabərdir modulda 1-dən. 1 elə olduğu kimi qalır. Modulda 1-dən də 1 çıxır. 1 də 1-dən kiçik bərabərdir. Deməli bu da olacaq. Doğru. B bəndində bütün hallarda həm 0, həm mənfi, həm də müsbət olanda bərabərsizlik doğru olur. Keçək C bəndini yoxlayaq. 7-nin C-sində. Yenə 0 verək. B bərabərdir. Burada bizə B verib. B bərabərdir 0.
Mənfi 0 kiçikdir modulda 0. Bunu biz demişik ki, 0'ın mənfisi və müsbəti yoxdur. Bu bizə verir 0. Modulda 0, bu da bizə verir 0. 0 0'a bərabərdir. 0 0'a bərabər olduğuna görə bu işlərin düz gəlmədi. Deməli yazırıq, doğru deyil. Birinci hal. İkinci halda B-ni götürək. B-ni götürək mənfi kiçik 0. Kiçik 0 və B-yə bir dənə mənfi 1 qiyməti verək. Mənfi 1 kiçikdir mənfi 1. Da B-ni köçürtmürəm, elə qiymətin yerinə yazıram. Bunu hesablayaq görək nə verir bizə. Bu moduldan içərisində müsbət çıxacaq, müsbət 1. Qarşıda modulun qarşıdakı mənfi 1'ə görə mənfi 1 alınır. Burada isə modulda mənfi 1 çıxır, mənfi 1'dən müsbət 1 çıxır. Bəli, 1 mənfi 1'dən böyükdür. Deməli olacaq doğru. Doğru. Mən hər dəfə elə mənfi 1, müsbət 1 qiymətini verirəm. Çünki o qiymətlər daha asandır. Siz fərqli qiymət də verə bilərsiniz. Məsələn, D bəndində fərqli bir qiymət verərik. O demək deyil ki, burada D, A və B bir-birinə bərabərdir. Yox, sadəcə olaraq o qiymət asandır deyə həmin qiyməti qoyuram yerinə. D bəndində fərqli qiymət qoyarıq. Üçüncü halda B böyükdür 0. B-yə verək, məsəl üçün, elə buradan verək, 2 qiymətini verək. Mənfi modulda mənfi 2 kiçikdir modulda 2'dən. Mənfi 2'dən moduldan müsbət 2 çıxır. Qarşıdakı mənfiyə görə mənfi 2. Modulda 2'dən də yenə 2 çıxır. 2 mənfi 2'dən böyükdür. Burada da deyirik ki, doğrudur. 0 halında doğru olmadı, amma böyük 0, yəni müsbət və kiçik 0 mənfi halında doğru oldu. Keçək 7'nin D bəndini yoxlayaq. 7'nin D bəndində. Yenə A verib bizə. A-ya bir dənə 0 qiyməti verək. Daha doğrusu birinci ilə 0'ı yoxlayırıq. Mənfi modulda 0 kiçikdir mənfi 0'dan. Yenə 0'ımız bizə həmişə 0 verir. İşarəsi yoxdur. 0'ın təyin olunmayıb. 0 0'a olacaq bərabər. Amma burada isə kiçik verib. Uyğun gəlmədiyinə görə yazırıq. Doğru deyil. Birinci hal. İkinci halda A-nı götürək mənfi kiçik 0, A-ya verək mənfi 2 qiymətini. Mənfi 2 kiçikdir mənfi modulda mənfi 2'dən. Modulda mənfi 2'dən müsbət 2 çıxır. Qarşıdakı bu mənfiyə görə mənfi 2 verir bizə. Burada isə elə moduldur. Moduldan mənfi də olsa müsbət olsa müsbət çıxır. Bəli, 2 mənfi 2'dən böyükdür. Buna yazırıq doğru. İndi üçüncü hala baxaq. Üçüncü halda A-mız böyük 0, A-ya verək məsələn 3 qiymətini. Mənfi götürək 3, modulda kiçikdir mənfi 3'dən. Mənfi 3'dən moduldan elə 3 çıxır. Qarşıdakı bu mənfiyə görə mənfi 3 alınır. Mənfi 3'dən də moduldan müsbət 3 çıxır. 3 mənfi 3'dən böyükdür. Deməli bu da olacaq doğru. D bəndində 0 halı doğru deyil, mənfi halı doğrudur, müsbət halı da doğrudur. Keçək 8-ci çalışmaya. 8-də hesablayın və əməllər sırasından biz burada istifadə etməklə hesablayacağıq. 8-in A bəndində 2'də 1 üzərinə gəlsin, mənfi 2'nin üstə 4 bölünsün 4'ə. Alqoritmdən gedək. Mənfi 2'nin üstünə 4 bizə verir. Mənfinin üstündə cüt dərəcə olduğuna müsbət 2'nin üstünə 4'ə bərabərdir. 2 ilə 4 dəfə üzünə vuranda 16. İkinci olaraq 16'nı 4'ə bölməyi hesablamalıyıq. Cavabımız elədir 4. Üçüncü olaraq isə 2'də 1 ilə və bu 4'ü toplamalıyıq. Çünki bu hissənin cavabını biz 4 aldıq. 4'dan 2'də 1 eləyər. 4'dan 2'də 1, 4'dan 10'da 5 kimi də yazmaq olar. Bərabərdir yazırıq. 4'dan 10'da 5. 8'in keçək B'sinə. Mənfi 2 çıxılsın mənfi 3'ün kubu. Birinci olaraq mənfi 2'ni moduldan çıxardıram, müsbət 2 eləyir. İkinci olaraq mənfi 3'ün kubunu hesablayıram. Mənfinin üstündə
Tək qüvvət bizə mənfi bir ədəd verəcək. 3-ü 3 dəfə öz-özünə vuranda 27. Üçüncü olaraqsa burada aldığım cavabdan burada aldığım cavabı çıxacam. Yəni 2-dən çıxacam mənfi 27-ni. Azalanın üzərinə çıxılan əksini gəlirəm. Cavabımız eləyəcək 29. Gətirib burada yazırıq 29. 8-in keçək C bəndinə. Mənfi 3-ün üstündə 4, üzərinə gəlsin, mənfi 2 vurulsun 5. Birinci olaraq mənfi 3 üstə 4 hesablayaq. Mötərizə yoxdur burada, amma cüt dərəcədə. Mötərizə olmadığına görə mənfi qalacaq qarşıda. 3-ü 4 dəfə öz-özünə vuranda 81 eləyər. İkinci olaraq mənfi 2 vurulsun 5 hesablayaq. Mənfi 2-dən moduldan 2 çıxır. 2-ni 5-ə vuranda da cavabımız elədi 10. Üçüncü olaraq isə burada aldığım cavabla burada aldığım cavabı toplayacağım. Mənfi 81-in üzərinə gələcəm 10-u, bu da eləyəcək mənfi 71. Gətirib buraya yazırıq, mənfi 71. 8-in keçək D-sinə. 4,5 üzərinə gəlsin, mənfi 1-in üstündə 8 bölünsün 2. Mənfi 1-in üstündə 8 bölünsün 2-ni hesablayaq. Mənfi üstündə cüt qüvvətdə bu bizə müsbət 1 verir. 1-i 2-yə böləndə də cavabımız 0,5 eləyər. İkinci olaraq 4,5 ilə burada aldığım cavabı toplayıram. Yəni 0,5-i toplayıram. Eləyəcək 5. Ümumi cavabı da 5 olaraq qeyd edirik. Keçək 8-in E-sinə. Mənfi 33 üzərinə gəlsin 15 vurulsun. Mənfi 2-nin kubu çıxılsın mənfi 2 vurulsun 4-ün kvadratı bərabərdir. Birinci olaraq mənfi 33 üzərinə gəl 15 hesablayaq. Bunun cavabı bizə verir. 33-dən çıxaraq 15-i qarşıya mənfi yazarıq. Mənfi 18. İkinci olaraq bu mötərizənin içərisində mənfi 2-nin kubunu hesablayaq. Mötərizə olmadığına görə mənfi qarşıda qalır. 2-3 dəfə öz-özünə vuranda 8 eləyər. Üçüncü olaraq 4-ün kvadratını hesablayaq. 4-ün kvadratı ilə də 16. Dördüncü olaraq mənfi 2 4-ün kvadratına vurulub. Deməli, mənfi 2-ni biz vurmalıyıq 16-ya. Elədi mənfi 32. Beşinci olaraq mənfi 2-nin kubundan çıxmalıyıq. Bax, burada aldığımız cavabı. Bunun cavabı mənfi 32 aldıq. Mənfi 2-nin kubu isə mənfi 8 idi. Mənfi 8-dən çıxaram mənfi 32-ni. Azalan üzərinə çıxılan əksini gələcəm. Mənfi 8-in üzərinə gələcəm 32. Bu da eləyəcək müsbət 24. Və 6-cı olaraq da, 6-cını da buradan yazacağım. Burada aldığım bu mötərizənin cavabı ilə bu mötərizənin cavabı bir-birinə vurulmalıdır. Bunun cavabı mənfi 18 almışdıq. Mənfi 18 vurulsun 24. Bu da eləyəcək mənfi 432. Mənfi 432 elədi misalımızın cavabı. Keçək F bəndinə. 8-in F-sində mənfi 26 çıxılsın, mənfi 5-in kvadratı çıxılsın, 25 bölünsün 5 bərabərdir. Birinci olaraq hesablayırıq, mənfi 5-in kvadratı çıxılsın 25-i. Ayrı da yaza bilərdik, amma qısa olduğuna görə elə bir yerdə yazmaq olar. Burada mənfiyə görə 5 kvadrata yüksəlilir və qarşıya mənfi yazılır. Mənfi 25 çıxılsın 25 də bizə verəcək mənfi 50. İkinci olaraq bu cavabı biz 5-ə bölməliyik. Mənfi 50-ni bölməliyik 5-ə. Eləyəcək mənfi 10. Üçüncü olaraq isə mənfi 26-dan çıxmalıyıq. Bu hissənin cavabını, da biz almışıq mənfi 10. Azalan üzərinə çıxılan əksini gəlirəm. Cavabımız elədir mənfi 16. Gətirib burada yazırıq. Mənfi 16. 9-cu çalışmada əvvəlcə hesablama aparmadan müqayisə edin, sonra hesablamaqla cavabınızı yoxlayın deyir. Hesablama aparmadan biz necə müqayisə edə bilərik? Təbii ki, mənfi və müsbətə görə ilk müqayisə eləməliyik ki, mənfi ədədlər müsbət ədədlərdən həmişə kiçik olur. Buradan deyirik ki, moduldan müsbət ədəd çıxır, bura müsbətdir. Amma burada isə mənfi ədədin üstündə tək qüvvət var. Yəni, həmin bu ifadənin cavabı bizə mənfi verəcək. Mənfi ilə müsbətə böləndə yenə mənfi verəcək. O zaman sağ tərəf daha böyük olacaq. İndi gəlin hesablama aparmaqla bunu yoxlayaq. Mənfi 2-nin kubu bizə verəcək mənfi 8 bölünsün 8. Bu da eləyəcək mənfi 1. Mənfi 3-dən isə moduldan çıxacaq müsbət 3. Müsbət 3 mənfi 1-dən böyükdür. Baxın, doğrudan da sağ tərəf sol tərəfdən böyük alındı.
İndi B bəndini yoxlayaq. Mənfi 1-in üstündə 10. Mənfi 1-in üstündə 10. Vurulsun 20. 23 çıxılsın 25. Mənfinin üstündə cüt dərəcə var. Müsbət verir. Müsbət 20-yə vuranda müsbət verəcək. 23-dən 25 çıxanda isə mənfi bir ədəd verəcək. Deməli, sol tərəf böyük olacaq. Gəlin hesablanmasını da aparaq. Mənfi 1-in üstündə 10 bizə 1 verir. 1-i 20-yə vuranda 20 eləyəcək. 23-dən 25 çıxanda isə mənfi 2 eləyəcək. 20 təbii ki, mənfi 2-dən daha böyükdür. C bəndində mənfi 4 çıxılsın 5. 10 çıxılsın 5-in kvadratı bölünsün mənfi 1. Mənfi 4 çıxılsın 5-in cavabı bizə mənfi 1 ədəd verir. Burada mənfi 5-in kvadratını 25 eləyir. Mənfi 25-i böləndə mənfi 1-ə müsbət eləyər. Onun da üzərinə hansısa bir müsbət ədədi gələndə yenə müsbət eləyər. Deməli, sağ tərəf böyük olacaq. İndi gəlin hesablanmasını aparaq. Mənfi 4 çıxılsın 5 bizə verdi mənfi 9. Bu isə verəcək 10 çıxılsın 25 bölünsün mənfi 1. Bu da bərabərdir. 10 çıxılsın 25-i mənfi 1-ə böləndə mənfi 25 eləyər. Və bunun da cavabı 10 üzərinə gəlsin. Azalan üzərinə çıxılan əksini gəlirəm. Eləyəcək 35. Burada mənfi 9, burada isə 35. Təbii ki, 35 mənfi 9-dan daha böyükdür. Ona görə də sağ tərəf böyük olur. 10-cu çalışma. Vurma və bölmə əməlinin əlaqəsindən istifadə etməklə boş xanalara uyğun ədədləri tapın. Burada baxırıq. 4-ü mənfi 10-a vuranda mənfi 40 eləyər. Deməli, burada elə bir ədəd olmalıdır ki, mən onu mənfi 2-yə vuranda 4 eləsin. Təbii ki, bu ədədi tapmaq üçün biz necə yazırıq? Buradan hesablamalarını yazacağım. Onun A bəndində. Buradakı boş xanadakı ədədi tapmaq üçün 4-ü böləcəm mənfi 2. Eləyəcək mənfi 2. Daha sonra mənfi 2 və buradakı ədəddə bir-birinə vuranda yuxarıdakı mənfi 10 alınır. Həmin buradakı ədədi tapmaq üçün də mənfi 10-u böləcəm mənfi 2-yə. Eləyəcək müsbət 5. Deməli, buraya yazılacaq müsbət 5. B bəndinə baxaq. Mənfi 3-ü buradakı ədədə vuranda 63 alınır. Buradakı ədədi tapmaq üçün biz 63-ü bölürük mənfi 3-ə. Cavabımız eləyir mənfi 21. Deməli, bu boş xanada mənfi 21 var imiş. Bu iki ədədi bir-birinə vuranda isə mənfi 3 alınır. Buradakı ədədi tapmaq üçün biz mənfi 3-ü, yəni hasili mənfi 3-ü bölürəm 3-ə. Eləyir mənfi 1. Daha sonra buradakı ədəd isə 3 və bu ədədin hasili mənfi 21-dirsə, deməli mən buradakı ədədi tapmaq üçün mənfi 21-i bölməliyəm 3-ə. Cavabımız eləyəcək mənfi 7. Bura gətirib yazırıq mənfi 7. Yəni aşağıdakı ikisinin hasili yuxarıdakını verir. Mənfi 1-in 3-ün hasili mənfi 3, 3-lə mənfi 7-nin hasili mənfi 21, mənfi 3-lə mənfi 21-in hasili 63. Bütün bəndlərdə həmin qayda ilə istifadə edib cavabları tapırıq. İndi buradakı ədədi tapmaq üçün bu ikisinin hasili mənfi 128 veribsə, buradakı ədədi tapmaq üçün mənfi 128-i bölməliyəm mənfi 16-ya. Cavabımız eləyəcək 8. Buraya yazdıq 8. Daha sonra bu ikisinin hasili, bax mənfi 4 ilə buradakı ədədin hasili mənfi 16 veribsə, buradakı ədədi tapmaq üçün biz mənfi 16-nı bölməliyik mənfi 4-ə. Bu da eləyəcək müsbət 4. Və bu ikisinin hasili də bizə 8 verirsə, 4 və buradakı ədədin hasili 8 verirsə, buradakı ədədi tapmaq üçün 8-i bölürük 4-ə, eləyir 2. Deməli, buradakı ədəd də 2-yə bərabər imiş. Onun çalışmanın həlləri. Keçək 11-ci çalışmaya. 11-ci çalışmada verilən ədədlərin ədədi ortasını tapın. Birincidə A bəndində 4 ədəd var. Mənfi 28, üzərinə gəlinsin mənfi 3, üzərinə gəlinsin mənfi 6, üzərinə gəlinsin 9. 4 ədəd olduğuna görə biz bunu bölməliyik 9-a. Bunu asan formada necə hesablayırıq? Mənfi 28 üzərinə gəlinsin. Mənfi 3 və mənfi 6-nı toplayıram. Eləyir mənfi 9. Üzərinə gəl 9 bölünsün 4 bərabərdir. Mənfi 9 və müsbət 9-un cəmi bizə 0 verir. Bax, bunların üstünə xətt çəkirəm. Çünki bunlar əks ədədlərdir. Cəmləri 0 verir. Qaldı mənfi 28.
Mənfi 28-i 4-ə böləndə eləyəcək cavabımız mənfi 7. B bəndində 45 üzərinə gəl. Mənfi 30 üzərinə gəl. Mənfi 20 üzərinə gəl. Mənfi 10 üzərinə gəlsin 15. Bölünsün 5 ədəd var 5-ə. Bərabərdir. Burada müsbətləri 1 toplayaq, mənfiləri 1 toplayaq. 45 ilə 15-i toplayaq. Cavabımız eləsin 60, üzərinə gəlsin. Mənfilərdə 1 toplayaq. Mənfi 30, mənfi 20 və mənfi 10. Bunları da üçün toplayanda bizə verəcək mənfi 60. Bölünsün 5. Müsbət və mənfi 60 cəmlər bizə 0 verəcək. 0 bölünsün 5 də yenə 0-a bərabər olacaq. Keçək C bəndinə. Mənfi 100. Üzərinə gəlsin mənfi 88. Üzərinə gəl mənfi 80. Üzərinə gəl mənfi 92. Bölünsün 4. Burada asan yazmaq üçün 2-2 qruplaşdıra bilərik. Mənfi 100 ilə mənfi 80-i qruplaşdıraq. Bunları bir toplayaq. Mənfi 88 ilə də mənfi 92-ni qruplaşdıraq. Bunun cavabı bizə verəcək mənfi 180. Bunun da cavabı bizə verəcək mənfi 180. Bölünsün 4. 2 mənfi 180-i toplayanda bizə verəcək mənfi 360. Mənfi 360 da 4-ə böləndə cavabımız eləyəcək mənfi 90. 11-ci çalışmanın həlləri. Keçək 12-ci çalışmaya. Suallara cavab verin. A bəndində. Mənfi 1, mənfi 3 və mənfi 5 ədədlərin ədəd ortası neçəyə bərabərdir? Mənfi 1 üzərinə gəlsin, mənfi 3 üzərinə gəlsin, mənfi 5 topladıq və bölməliyik bunların sayına. Sayıda 3 ədəddir. Bunları toplayanda mənfi 9 eləyir. Mənfi 9-u 3-ə böləndə də cavabımız elədi mənfi 3. B bəndində. 4 ədədin ədəd ortası mənfi 5-ə bərabərdir. Bu ədədlərdən 3-ü, mənfi 4, mənfi 5 və mənfi 35 olarsa, 4-cü ədəd neçəyə bərabər olar? 4 ədədin ədəd ortası mənfi 5-dirsə, bəs onların cəmi nəyə bərabərdir? 4 vurulsun mənfi 5. Elə də cavabımız mənfi 20. 4-ünün cəminin mənfi 20 olduğunu bilirəm. 3-ü var burada. Deməli, mənfi 4 üzərinə gəl, mənfi 16 üzərinə gəlsin, mənfi 35. Bunları toplayanda bizə verəcək mənfi 55. 4 dənəsinin cəmi mənfi 120-dir. 3-ün də cəmi mənfi 55-dir. O bir dənə ədədi tapmaq üçün, məhsul olan ədədi tapmaq üçün 4 dənənin cəmindən 3 dənənin cəmini çıxaram. Çıxaram mənfi 55-i. Mənfi 20-nin üzərinə gələrəm. Mənfi 55-in əksi müsbət 55 eləyir. Cavabımız eləyir 35. 4-cü ədəd deməli 35-ə bərabər olar. Keçək C bəndinə. 12-nin C-si. 12-nin C-si. 2 ədədin ədəd ortası mənfi 10-a bərabərdir. Bu ədədlərə hansı ədədi əlavə etdikdə ədədi orta mənfi 7-yə bərabər olar. 2 dənə ədəddir. Birinə A deyək, birinə B deyək. Bunları cəmini 2-yə böləndə mənfi 10 alınır. Bəs bunların öz cəmi nəyə bərabərdir? Mənfi 10-u 2-yə böləndə 20-yə. İndir bu ədədlərə, yəni A üzərinə gəl B, bir dənə x əlavə eləsəm və sayına bölsəm, bərabər olar ədəd orta mənfi 7-yə. Yenə də A üzərinə gəl B, üzərinə gəl x bərabərdir. 3-ü vuracam mənfi 7, mənfi 20. Tənasübün xəssəsini tətbiq edirəm. Daha sonra A üstə gəl B-nin qiyməti mənfi 20-dir. Gətirib burada yerinə yazaq. Mənfi 20 üzərinə gəl x bərabərdir mənfi 21-ə. X-i da taparkən mənfi 21 çıxılsın mənfi 20. Yəni azalandan, daha doğrusu burada x cəmdir. Cəmi x burada toplanandır. Toplanan tapmaq üçün cəmdən digər toplanan çıxmaq lazım. Mənfi 21-dən çıxıram mənfi 20-nə. Mənfi 21 üzərinə 20 gəlirəm. Bunun cavabı bizə verir mənfi 1. Deməli, bu ədədlərə biz mənfi 1-i əlavə etsək, onların ədədi ortası olacaq mənfi 7. Keçək 13-ə. Ədəd oxunda qeyd olunmuş nöqtələrə uyğun ədədləri tapın və ifadələrin qiymətini hesablayın. Baxaq görək A nəyə uyğun gəlir? 1, 2, 3, 4, 5. Bu hər bir ara 2 vahiddir. 2 vahiddirsə, deməli
bura 10'dursa, ondan 2 vahid əvvəl A-nın qiyməti olacaq 8. B-nin qiyməti isə olacaq. Buradan sayırıq -10, -10 buradırsa, -12, -14. -14 bura düşür, -16, -18, -20 də bura düşür. İndi gəlirik burada yerinə qoyub qiymətləri hesablayaq. -10'un kvadratı üzərinə gəlsin, AB-ni hesablayaq. -10'un kvadratı üzərinə gəlsin. A-nın qiyməti 8'dir, B-nin qiyməti -14'dür. Bərabərdir. -10'un kvadratı böyük tərzə yoxdur burada. O zaman onu kvadrata yüksəldib qarşısına mənfi yazmalıyam. -100 eləyəcək. Üzərinə gəlsin. 8'i də -14'ə vuranda -112 eləyər. 2 mənfi ədədi toplayıram, eləyəcək -212. İndi A kvadrat üzərinə gəlinsin -4 vurulsun B üzərinə gəlsin 9'un kvadratını hesablayaq. A kvadratın yerinə 8 qoyuram, 8'in kvadratı üzərinə gəlinsin. -4 vurulsun B-nin qiyməti -14 üzərinə gəl 9'un kvadratı. 8'in kvadratı 64 eləyir. -4'ü -14'ə vuranda müsbət 56 eləyər. 9'un da kvadratı eləyər 81. 64 və 56'nı toplayanda 120. 120'nin də üzərinə 81'i gələndə eləyəcək cavabımız 201. Keçək B bəndinə. İkincisində. Bu oldu 13'ün A bəndi. 13'ün indi B bəndinə hesablayaq. Burada da baxırıq ki, 0'dan bura qədər 15 yazıblarsa, deməli, hər bir məsafə 3 vahiddir. 3, 6, 9, 12, 15. Hər bir məsafə 3 vahid artır və bir yana 3 vahid azalırsa, M-in qiyməti olar 3'dən 3 vahid əvvəl 27. N-in qiyməti olar -15'dən 6 vahid əvvəl -9. K-nın qiyməti isə olar 45'dən 6 vahid əvvəl, çünki onlar 2 vahid qarşıda yerləşir də bir damanın məsafəsində 3 olduğunu tapdıq. Burada da eləyəcək -39. Bir təkrarlayıram. Buradakı məsafələr 3-3 dəyişir. Yəni 3-3 artır. Ona görə də uyğun olaraq hansı ədədlərdirsə, həmin ədədləri də qeyd elədik. İndi baxaq. -5'in kubu üzərinə gəlinsin. N, K-nı hesablayaq. -5'in kubu hələ ki qalsın. Yerində üzərinə gəl. N-in qiyməti -9'dur. Vurulsun. K-nın da qiyməti -39'dur. Bərabərdir. -5'i 3 dəfə öz-özünə vuranda -25 eləyər. Çünki mənfinin üstünə tək qüvvətdir. -9'u -39'a vuranda 351 eləyər. Biri mənfi, biri müsbət ədəddir. 351'dən də çıxanda 125'i cavabımız eləyəcək 226. İndi ikincisini hesablayaq. İkincisində isə verib bizə -3'ün üstündə 4 bölünsün N. Üzərinə gəl K, üzərinə gəlinsin M. Bərabərdir. -3'ün üstündə 4 hələ ki qalsın yerində bölünsün. N-in qiyməti -9'dur. Üzərinə gəl. K-nın qiyməti -39'dur. Üzərinə gəl. M-in də qiyməti müsbət 27'dir. Bərabərdir. -3'ü 4 dəfə öz-özünə vuranda, təbii ki, mənfinin üstündə cüt qüvvət olduğuna görə bunun cavabı bizə müsbət verir. Eləcək müsbət 81 bölünsün. -9 və -39'u toplayanda -48 eləyər. 48 üzərinə gəl 27. 81 bölünsün. -48'in üzərinə 7 gələndə eləyəcək 1, -21. 81 -21'ə tam bölünmür. Tam bölünməsə də biz bunu kəsr kimi saxlada bilərik. Belə yazaq. Mənfini ataq qarşıya. 81 bölünsün 21 yazaq. İxtisar da apara bilərik əvvəl. İxtisar aparsaq 81 və 21. 3'ə ixtisar gedər. Burada 7 dəfə, burada 27 dəfə. Bərabərdir. Sonra biz bunu çevirə bilərik. Qarışıq ədəd formasında yaza bilərik. 27'nin içərisində 7 3 dəfə yerləşər. Qalıq isə qalar 6. B bəndində ikincinin cavabı oldu -3,7'də 6. Keçək digər çalışmaya. 14-cü çalışmada A bəndində
Verilən ədədlərə alqoritm tətbiq etdiyə çıxışda hansı ədədlər alınar deyə bir sual verib bizə və burada ədədlər bu formada verib. Hamısını bir-bir yoxlayacaq. A bərabərdir 1 olanda yazırıq A böyük bərabər -6. Bu bəliyə uyğun gəlir. Çünki 1 -6-dan böyükdür. Bəli deyirsə, deməli sağ qolundan işləməliyik. -10-un kvadratı üzərinə gəlinsin. Modulda A, A-nın yerinə 1 yazıram. Bölünsün. Burada mötərizə var. Bölünsün 3. -10-un kvadratı bizə verəcək -100 üzərinə gəlinsin. 1 bölünsün 3. -100-ün üstünə 1 gələ -99 eləyər. -99 3-ə böləndə cavabımız bizə verdi -33. Keçək digərini yoxlayaq. Hamısını burada bir-bir yoxlamalıyıq A bəndi. A bərabərdir -4. A böyük bərabərdir -6. Yenə də bəli. Çünki -4 -6-dan böyükdür. Bəli desə, deməli sağ qolundan işləməliyik. -10-un kvadratı üzərinə gəlirsə, modulda -4 yazacağım. Bölünsün 3. Bərabərdir. -10-un kvadratı -100 üzərinə gəlsin. Modulda 4-dən müsbət 4 çıxır. Bölünsün 3. -100-ün üstünə 4 gələndə -96 bölünsün 3. -96-nı 3-ə böləndə -32 eləyəcək. Buradan davam eləyək digərindən. A bərabərdir -10. A böyük bərabər -6. 10 -6-dan böyük deyil. Xeyr. Xeyirdirsə sol qolundan hesablamalıyıq. -2-nin üstündə 4 çıxılsın A. A-nın qiyməti -10-dur. -10 vurulsun 8. -2-nin üstünə 4 bizə verəcək. -in üstünə cüt dərəcədə bizə verəcək müsbət 16. Çıxılsın. -10-u vuranda 8-ə bizə verəcək -80. Azalanın üzərinə çıxılan əksini gəlirəm. Cavabımız eləyəcək 96. İndi 7-ni hesablayaq. A bəndində A bərabərdir 7 olsa. A böyük bərabər -6. Bu uyğun gəlir. Bəli. Çünki 7 -6-dan böyükdür. Bəlicə sağ qolundan işləməliyik. -10-un kvadratı üzərinə gəlinsin. Modulda 7 bölünsün 3. -10-un kvadratı -100 verir. Üzərinə gəlirəm 7-ni bölürəm 3-ə. -100-ün üstünə 7 gələndə -93 eləyər. -93-ü də 3-ə böləndə eləyəcək -31. -8-i hesablayaq. A bərabərdir -8 olsa, A böyük bərabər -6. Bu ödəmir. Yazırıq xeyr. Çünki -8 -6-dan böyük deyil, kiçikdir. Xeyirdirsə sol tərəfdən, sol tərəfdəki olan düsturla hesablamalıyam. -2 üstdən 4 çıxılsın. A-nın yerinə -8 yazıram, vurulsun 8. -2 üstünə 4 bizə verəcək müsbət 16 çıxılsın. -8 8-ə vuranda -64 eləyər. 16-nın üzərinə gəlirəm 64-ü. Bunda cavabı eləyəcək 80. Və sonuncunu hesablayaq. A bəndinin sonuncusu A bərabərdir -7. A böyük bərabər -6. -7 -6-dan böyük deyil, kiçikdir. Deməli xeyr. Yenə də sol tərəfdəki düsturla hesablayacağım. -2 üstə 4 çıxılsın. A-nın yerinə -7 yazıram, vurulsun 8. -2 üstə 4 16 verir. Çıxılsın. -7-ni -8-ə vuranda 56 eləyər. -56 eləyər. 16-nın da üzərinə gələcək 56-nı. Cavabımız eləyəcək 72. Keçək indi 14-ün B bəndini yoxlamağa. 14-ün B-sində C bərabərdir 5 qiyməti. -4 C, bu da kiçik bərabər 3. 5 -4-dən böyükdür. Amma 3-dən kiçik deyil. Deməli xeyr. Düz gəlmədi. O zaman sol tərəfdəki düsturdan hesablayacağım. -53 çıxılsın 30 bölünsün. C-nin yerinə 5 yazıram. -53 çıxılsın 30-u 5-ə böləndə 6 eləyər. -53 çıxılsın 6-da bizə verəcək -59. C bərabərdir -7-ni yazıram. C
C bərabər mənfi 7. Yenə düsturu burada yazım. Yəni bizə verilən bu ortadakı düsturdan söhbət gedir. Mənfi 7 mənfi 4-dən böyük deyil. 3-dən kiçikdir, amma mənfi 4-dən böyük deyil. O zaman yenə də xeyr. Düz gəlmədi. Düz gəlməsi üçün şərtin ikisi də ödənməlidir. Sağ və sol tərəfdəki şərtin ikisi də ödənməlidir. Xeyirdirsə yenə bu tərəfdəki düsturla hesablayacağım. Mənfi 53 çıxılsın, 30 bölünsün. C-nin yerinə mənfi 7 yazıram. Baxın, C burada mənfi 7 olduğuna görə bizə kəsr ədəd verəcək. Çünki tam bölünmür. Mənfi 30-u mənfi 7-yə böləndə 30 da mənfidir, 7 də mənfidir. Bu müsbət bir ədəd verir. 30 bölünsün 7 yazıram. Yəni artıq burada müsbət yazdım. Bərabərdir. Mənfi 53 üzərinə gəl. 30-u 7-yə böləndə bizə verəcək 4,7-də 2. İndi biz nə etməliyik? 53-dən çıxmalıyıq. 4,7-də 2-nə. 53-dən 1-dən azaldıram, eləyəcək. Bunu daha doğrusu dəyişirəm, qarışıq ədəd formasında yazıram. Mənfi 52,7-də 7. Üzərinə gəl 4,7-də 2. 52,7-də 7-dən 4,7-də 2-ni çıxaram, qarşıya mənfi ataram. Bu da eləyəcək mənfi 48,7-də 5. Keçək digərini yoxlamağa. 14-ün B bəndində C bərabərdir 3 yoxlayırıq. Mənfi 4, C də kiçik bərabər 3. 3 mənfi 4-dən böyükdür və 3-dən kiçik bərabərdir, uyğun gəlir. Yazırıq bəli. Bəlidirsə sağ tərəfdəki düsturunu hesablamalıyıq. Mənfi C-nin kubudur, mənfi 3-ün kubu yazıram. Çıxılsın, 3 üzərinə gəlsin 12 modulda. Mənfinin üstündə tək qüvvət var. Bunun cavabı bizə verəcək mənfi 27 çıxılsın. 3 ilə 12-ni toplayanda da 15 eləyir. Modulda 15-dən elə 15 çıxır. Mənfi 27 çıxılsın 15-də bizə verəcək mənfi 42. C bərabərdir mənfi 2. Mənfi 4, C burada 3. Mənfi 2 mənfi 4-dən böyükdür, 3-dən də kiçikdir. Bəli. Deməli uyğun gəldi. Yenə də sağ tərəfdəki üstünü hesablayıram. Yazırıq, mənfi C-nin kubudursa mənfi 2-nin kubu yazırıq. Çıxılsın, mənfi 2 üzərinə gəlsin 12. 2 mənfi bizə verəcək müsbət. Yəni olacaq 2-nin kubu, çıxılsın, mənfi 2-nin üstünə 12 gələndə 10 eləyər. 2-nin kubu bizə verir 8. 8-dən də çıxanda modulda ondan 10 çıxır. 8-dən çıxanda 10 isə cavabımız verəcək mənfi 2. Keçək digərini yoxlamağa. Mənfi 4-ü. 14-ün B bəndində C bərabərdir. Mənfi 4-ü yoxlayaq. Mənfi 4, C burada kiçik bərabər 3. Mənfi 4, 4-dən böyük deyil. 3-dən kiçikdir, amma mənfi 4-dən böyük deyil. Deməli, xeyr. Uyğun gəlmədi. Sol tərəfdəki düsturunu hesablamalıyam. Mənfi 53 çıxılsın, 30 bölünsün, mənfi 4. Mənfi 53. Burada 30 mənfidir, 4 də mənfidir. Mənfini mənfiyə böləndə müsbət alınır. 30 bölünsün 4 yazıram kəsirinə. Daha sonra bunu ixtisar apara bilərəm. 30 ilə 4-ü ixtisar aparıram. 2-yə 2, burada da 15 bərabərdir. Mənfi 53 üzərinə gəl, çevirirəm qarışıq ədədə. Eləyəcək 7 tam. 2-də 1. Mənfi 53 isə mənfi 52 tam, 2-də 2 kimi yazıram ki, çıxa bilim. Üzərinə gəl 7 tam 2-də 1. 52 tam 2-də 2-dən 7 tam 2-də 1-i çıxıram. 52-dən çıxıram 7-ni, eləyir 45. 2 qalır yerində, 2-dən də 1-i çıxıram 1. Amma modulda bu böyük olduğuna görə və bunun şərəsi mənfi olduğuna görə qarşıya bir dənə mənfi atılır. Yəni olur mənfi 45 tam 2-də 1. Və sonuncu qalıb, sonuncunu da yoxlayaq. C bərabərdir mənfi 12. Mənfi 4, C 3. Mənfi 12, mənfi 4-dən böyük deyil. 3-dən kiçikdir, amma 4-dən böyük deyil. Deməli, xeyr. Uyğun gəlmədi. Birinci tərəfdən sol tərəfdəki üstünü hesablamalıyam. Mənfi 53 çıxılsın. 30 bölünsün, mənfi 12. Mənfi 53, mənfi 30, mənfi 12. Bir-birinə böləndə müsbət eləyər. 30 bölünsün, 12 yazıram. Bunun hər ikisini biz 6-ya ixtisara apara bilərik. 6-ya aparsa burada qalar 2, burada isə qalar 5. Bərabərdir. Mənfi 53 üzərinə gəlsin. 5-i 2-yə bölünür, 2-dən 10-da 5 eləyər.
53-dən də çıxaram 2,5-i qarşıya mənfi ataram. Çünki 53-ün işarəsi mənfidir. 53-dən çıxanda 2,5-i eləyər 50,5. Qarşıda atdıq mənfi oldu. Mənfi 50,5. Keçək 15-ci məsələyə. Anar və Səbinə oxatma yarışı üçün hədəf lövhəsi hazırladılar və hər biri 6 cəhd etdi. Anar ilk 4 cəhddə oxu müsbət cüt ədədlər olan hissələrə vurdu. O, qalan cəhdlərdə isə oxu mənfi ədədlər yazılmış hissələrə vurmaqla yekununda 17 xal topladı. O, hər cəhddə hansı xalları topladı? 15-ci çalışmada birinci sual. Biz bu məsələni həll etmək üçün özümüz ədədləri bir-bir yoxlamalıyıq. Çünki bizə demir ki, baxın, burada müsbət ədəd 10, 7 və 6 var. 3 var. Mənfi 3 və mənfi 8 var. Müsbət cüt ədəd deyirsə, ya 10-un üzərinə düşməlidir, ya da 6-ın üzərinə düşməlidir. İkisindən biri düşməlidir. Hər dəfə bunu yoxlamaqla yazmaq lazımdır. Gəlin belə yazaq. Birinci cəhd yazaq. Birinci cəhddə tutaq ki 10. İkinci cəhddə yazaq 6. Üçüncü cəhddə də yazaq 6. Dördüncü cəhddə də yazaq 6. Bunun ümumi cəmi bizə verəcək 10, 6, 6 və 6-nın cəmi. Bizə verəcək 28 xal. İndi bu 6 cəhd edik, baxın. 5-ci cəhddə isə qalan cəhdlərini, yəni 5-ci və 6-cı cəhddə isə mənfi ədədlər yazılmış. Mənfi ədəddə mənfi 3 və mənfi 8-dir. Tutaq ki, 5-ci cəhddə mənfi 3 olsun. 6-cı cəhddə də olsun mənfi 8. Bu ikisinin cəmi isə mənfi 3 ilə mənfi 8 toplayanda mənfi 11 xal edir. Ümumilikdə deyirik 17 xal qazandı. Ümumilikdə 17 xal qazanıbsa, burada 28 topladığı ilə, burada mənfi 11 topladığın üst-üstə gəlirik. 28-dən çıxanda 11 eləyəcək 17 xal. Məsələn, biz burada əgər ikinci cəhddə tutaq ki 10 götürsəydik, digər cəhdləri 6 götürsəydik, burada gəlib mənfi 3, mənfi 8 yazsaydıq, uyğun gəlməyəcəkdi. Ona görə də məcburuq ki, birinci cəhddə 10, digər 3 cəhddə 6 götürək, 5-ci cəhddə mənfi 3, 6-cı cəhddə isə mənfi 8 götürək ki, onun topladığı 17 xala uyğun gəlsin. Keçək ikinci suala. Səbinə ilk 4 cəhddə oxu 7, mənfi 3, mənfi 3, mənfi 3 olan hissələrə vurdu. Səbinənin atdığı son 2 ox hansı ədədlər yazılmış hissələrə düşsə, o qalib gələr. Bu zaman o neçə xal toplayar? Bunu da necə yazırıq? Deməli, Anarın topladığı xal 17 xal idi. İkinci suala baxaq ki, Səbinə nə qədər xal toplasa qalib olar. 7, mənfi 3, mənfi 3 və mənfi 3-ü toplayırıq. Cavabımız edir 7-nin üzərinə gəlirəm mənfi 9, bu da bərabərdir mənfi 2 xal elədi. Bu 4 cəhd var. 5-ci cəhd və 6-cı cəhd qalıb. 5-ci cəhddə, məsələn, bir dənə yazaq A ədədi, 6-cı cəhddə isə yazaq bir dənə B ədədi. A üzərinə gəlinsin B, üzərinə gəlinsin mənfi 2. A üstə gəl B üstə gəlinsin mənfi 2. Yazdıq ümumi 6 cəhdin cəmi. Qalib gəlməsi üçün bu Anar toplamışdı 17 xal. Bunun qalib gəlməsi üçün ən azı ondan 1 xal böyük olmalıdır. Yəni yazıram 18. A üzərinə gəlsin, biz B-ni taparkən 18-in A üzərinə gəl burada toplanandır. Toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Bu da eləyəcək 18-dən çıxanda mənfi 2-ni 20. A ilə B-nin cəmi 20 verməlidir ki bizə. Burada Səbinə qalib gəlsin. İndi baxıram. Burada oxunun lövhənin üzərində olan ədədlərə. Hansı ədədlərin cəmi 20 verər? Yalnız 10. Yəni 2 dənə 10-u toplayanda bizə 20 verər. Deməli 5-ci cəhddə də 10, 6-cı cəhddə də əgər onun üzərinə düşsə, o zaman bu ümumi xal 18 toplayar və Anardan 1 xal çox toplamış olar, qalib gəlir. 16-cı çalışmaya keçək. Aynur və Samir hər biri fikrində bir ədəd tutdu. Aynur fikrində tutduğu ədədi Aynura yazaq. Aynur fikrində X tutub. Samir isə fikrində Y tutub.
Aynur fikrində tutduğu ədədi 2-yə vurub üzərinə 15 əlavə etdikdə 3 ədədini aldı. Bunu həll eləyək. X vurulsun 2 bərabərdir. 3-dən çıxaq 15-ə. X vurulsun 2 bərabər. 3-dən çıxanda 15 mənfi 12. X taparkən mənfi 12-ni bölürəm 2-yə. X-imiz edir mənfi 6. Samir fikrində tutduğu ədəddən 4-ə çıxıb alınan ədədi 3-ə böldükdə mənfi 2 ədədini aldı. Y çıxılsın 4 burada bölünəndir. Bölünəni tapmaq üçün biz qisməti bölənə vururuq. Eləyir mənfi 12. Y taparkən də mənfi 12-nin üzərinə gəlirəm 4-ü. Çünki Y burada azalandı. Azalanı tapmaq üçün üzürlü sayım. Burada mənfi 2-ni 3-ə vurmalıyam. 6-ya vurmuşam. Mənfi 6. Mənfi 6-ın üzərinə azalanı taparkən fərqin üzərinə çıxılanı gəlirəm. Eləyəcək mənfi 2. Aynur fikrində mənfi 6 tutulmuş. Samir isə fikrində mənfi 2 tutulmuş. Kimin fikrində tutduğu ədəd kiçik idi? Mənfi 6 və mənfi 2-ni müqayisə edirəm. Mənfi 2 daha sağda yerləşdiyinə görə böyükdür. Daha kiçikdir deyirsə, deməli Aynurun ədədi daha kiçikdir yazırıq. Çünki Aynurun tutduğu ədəd mənfi 6-dır və mənfi 6 mənfi 2-dən oldu kiçik. Və deyir ki, nə qədər kiçikdir? Nə qədər kiçik olmasını tapmaq üçün biz böyük ədəddən kiçik ədədə çıxmalıyıq. Mənfi 2-dən çıxmalıyıq mənfi 6-nı. Mənfi 2-nin üzərinə gəlirəm 6-nı bərabərdir 4. Yazırıq 4 vahid kiçikdir. Bax bu formada yazdıq. Keçək digər çalışmaya. Çalışma 17. İfadə yazmaqla məsələni həll edin deyir. Bakı dünyada dəniz səviyyəsindən ən aşağıda yerləşən paytaxt şəhərdir. Onun dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini mənfi ədədlə ifadə etmək olar. Bu ədəd ən böyük 2 rəqəmli mənfi ədədin. Ən böyük 2 rəqəmli mənfi ədəd mənfi 10-dur. Ədədin 3 mislindən vururam 3-ə 2 vahid böyükdür. Üzərinə gəlirəm 2-nə. Mənfi 13-ə vuranda mənfi 30 eləyər. Üzərinə gəlirəm 2-nə. Mənfi 30-la da 2-ni toplayanda cavabımız elədi mənfi 28. İkinci suala baxaq. Həmin ədədin 14-də qisməti Amsterdamın dəniz səviyyəsindən neçə metr aşağıda yerləşdiyini ifadə edir. Amsterdam dəniz səviyyəsindən neçə metr aşağıda yerləşir? Mənfi 28-i bölürəm 14-ə eləyəcək mənfi 2. Yəni 2 metr dəniz səviyyəsindən aşağıda yerləşir. Bilirik ki, dəniz səviyyəsindən aşağıda yerləşənə biz mənfi işarə qoyuruq ədədlərin qarşısına. Dəniz səviyyəsindən yuxarıda yerləşəndə isə müsbət və yaxud da heç bir işarə qoymuruq. Çünki müsbət işarə ilə ədədin özünü bildirir. Üçüncü sualda deyir, Bakı və Amsterdamın səviyyələri arasında fərq nə qədərdir? Bu da iki nöqtə arasındakı məsafə düsturundan istifadə edirəm. Mənfi 28-dir, bu da mənfi 2-dir. Mənfi 28-dən çıxıram, mənfi 2-ni və modulda yazıram. Çünki arasındakı məsafəni bizdən soruşursa, həmin məsafə müsbət olmalıdır. Mənfi 28-in üzərinə gəlirəm 2-ni, cavabımız elədi mənfi 26. Mənfi 26-dan da moduldan çıxacaq 26. Yəni Bakı və Amsterdam səviyyələr arasında fərq 26 metrə bərabər olacaq. Bu da 17-ci sualın və bu bölmənin sonuncu sualının sonuncu çalışmasının həlləri idi.